Yeni videodan hamıya salam. Keçən video baxıb gördüm ki, Forex Factor-dan bəhs eləməmişəm. Ona görə bu videoda Forex Factor-dan bəhs eləyəcəm. Onun üçün ayrıca bir video olacaq. Nədir Forex Factor-u? Nəyə kömək edir bizə? Forex Factor-da biz xəbərləri, onların saatını, tarixini, bazara nə dərəcədə təsir edə biləcəyini və sairə öyrənirik. Ümumiyyətlə sayta daxil olduqdan sonra bizi belə bir ekran qarşılayır. Burada tarixi, xəbərin saatını, hansı valyutaya təsir edəcəyini, hansı valyutaya nə dərəcədə təsir edəcəyini buradakı rənglər vasitəsilə görə bilərik və xəbərin adını, xəbər çıxandan sonra onun nəticələrini və sair görə bilirik. Bunu necə tətbiq edirik? Məsələn, biz tutaq ki, sırf qızılla ticarət edirik və hər səhər durub təbii ki, bu xəbərlərə baxmalıyıq. Çünki biz təkcə texniki analiz ilə ticarət eləsək, xəbər vaxtilə üst-üstə düşsə, bizim bazarda həcm artacaq, bizim əməliyyatımızı stop eləyə bilər, zərərə götürə bilər. Ona görə də bu riski almalı deyilik. Xəbərlərin vaxtını əvvəlcədən bilməliyik. Tutaq ki, qızılda ticarət edirik. Qızıl dollar cütlüyüdür. Deməli biz nə edəcəyik? Bu sayta girəndən sonra dollar xəbərlərini axtaracağıq, hansı ki USD yazılan və USD qırmızı xəbərləri. Qarşısında bu qırmızı olanları axtaracağıq ki, çünki bazara ən böyük təsir edən xəbərlər bu qırmızı olanlardır. Digərləri isə çox güclü təsir eləmir. Tutaq ki, dollar üçün olan xəbərlərə baxırıq. Görürük ki, məsələn 4.30-da dollar üçün xəbər var. Deməli bu vaxt qızılda böyük hərəkətlənmə olacaq, həmçinin digər dollar cütlüklərində böyük hərəkətlənmə olacaq. Ona görə də məsələn biz treydən qaçırıq, ticarətdən qaçırıq. Yarım saat əvvəl və sonra əməliyyat açmırıq xəbərlərdən. Çünki bayaq da dediyim kimi texniki analizimizi fundamental analiz, yəni xəbərlər böyük həcmdən yuyub apara bilər. Trend dəyişə bilər xəbərin nəticəsində. Ona görə də mənə elə gəlir ki, işi qumar eləməyib, xəbər vaxtı treydən uzaq qalmaq ən yaxşısıdır. Belə, deməli, burada qırmızı xəbərləri tapırıq, vaxtını öyrənirik və o vaxt bazardan çalışırıq ki, uzaq qalaq. Həmçinin həmin vaxt gələndə burada xəbərin nəticəsinə baxa bilərik. Əgər bu dollar, sırf məsəl üçün dollar üçün danışıram. Əgər bu dolların nəticəsi yaşıl çıxıbsa, deməli bu nədir? Dollar güclənəcək deməkdir. Ondan nə olacaq? Qızıl düşəcək. Bu o mənaya gəlir. Əgər xəbərin nəticəsi qırmızı çıxıbsa, bu nə deməkdir? Dollar zəifləyir. Bu da qızılın dəyər artmasına səbəb ola bilər. Təbii ki, bu hər dəfə çox böyük bir dəyər artması, azalmasına səbəb olmur. Bəzən trendi dəyişəcək qədər güclü olmur, xəbər qırmızı olsa belə. Amma yenə də bazara böyük bir hərəkətlənmə, həcm gətirir. Ona görə də çalışmalıyıq ki, bu xəbərlərdən uzaq qalaq. Bir də NFT xəbərləri var. O xəbərlərdə hər yeni ayın ilk həftəsinin 5-ci günü olur. Bazara ən çox hərəkət gətirən xəbərlərdən biri də məhz odur, sırf NFT xəbərləri. Amma belə ay ərzində PPI və CPI və s. kimi xəbərlər olur həftə ərzində, gün ərzində. Bunlara da baxıb bilə bilərik ki, bazar nə dərəcədə hərəkətlənəcək. Belə videonun sonuna gəldik. Belə bir qısa video oldu. İnşallah hər şey sizə tam aydındır. Növbəti videoda görüşərik.